silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən N saylı hərbi hissənin əskəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub. Yeni Sabah Azqafqazifoya istinadla məlumat verir ki, aparılan istintaqla Rüfətin əskər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən olunub. Araşdırmalar vaxtı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əskər Talib Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə Rüfətin ona yetim deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Talib bu sözləri qəbul etməyərək əskər yoldaşını öldürmək qərarına gəlib. Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq başqa patrul naryadını oyatmaq bəhanəsi ilə əskərlərin yataqxanasına gedir. Yataqxanaya daxil olan vaxt Rüfətlə aralarındakı mübahisələr onun yadına düşüb. Hisslərini cilovlaya bilməyən Talib silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib. Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib. Ancaq toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib. Hökmə əsasən 20 yaşlı Talib əskər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub. O cəzasının ilk 3 ilini ümumi, qalan 3 ilini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.